1999-cu ili kim xatırlayır? 3-4 nəfər. Amma mən çox yaxşı xatırlayıram. Çünki həmin il Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinə qəbul olmuşdum. Və o karyera seçimi prosesini bu günə qədər xatırlayıram. Əgər təbii ki, ona proses demək olarsa. Ümumiyyətlə 11-ci sinifə qədər həkim olmaq istəyirdim. Və hətta biologiyadan olimpiyadalara və s. də qatılmışdım. Amma o dövrdə 90-cı illərdə bir 3-cü qrupun xüsusi bir aurası var idi. O da hüquq fakültəsinin orada olmasından qaynaqlanırdı. 90-cı illərdə ən çox pul qazananlar hüquqşünaslar idi. Allaha şükür artıq elə deyil. Və müəllimlərin mən sınaq nəticələrindən yüksək bal göstərdiyim üçün təkidlə mən 1-ci hüquq fakültəsini yazmağımda israr edirdilər. Amma mən nəsə özümü hüquqşünas olaraq görmürdüm. O səbəblər o qədər də önəmli deyil. Bir gün abituriyent jurnalında ixtisaslara baxarkən orada beynəlxalq münasibətləri gördüm və tam məğzini anlamasam da dedim bu nəsə xaricə getməklə əlaqədardır. Belə həmin anda da qərarımı verdim, o fakültəni seçdim. Və ümumiyyətlə yazdığım 4 ixtisasdan hamısı demək olar ki, xaricə getməklə əlaqədar idi. Sinxron tərcümə, regionşünaslıq və s. Və Respublikada ən yüksək ballardan birini yığıb Beynəlxalq Münasibətlər Fakültəsinə qəbul oldum. Və qəbul olduqdan sonra da böyük bir hayal kırıklığı yaşadım. Və çünki getdim, gördüm ki, tədris tamamilə Sovet dövründə nəşr olunmuş kitablara əsaslanıb. Nəysə, ruhdan düşməyib xarici dillər öyrənməyə üstünlük verdim və xarici dildə olan ədəbiyyatı mənimsədim və 4-cü kursu bitirdikdə Fransa dövlətinin stipendiyası ilə təqaüd qazandım və magistr dərəcəsi oxumaq üçün 2 ilmi Toulouse şəhərində keçirdim. Bir magistr bitirdikdən sonra İngiltərədə doktorantura oxumağa getdim. Ondan sonra Amerikada bir fellowship daha qazandım. Orada bir think tankdə araşdırmacı olaraq davam elədim. Və elə o ərəfədə də həm də Kanadaya oturma izni alıb Kanadaya keçdim. Və bu 2007-ci il idi. Çoxunuza o ili də xatırlamırsınız əminəm. Və maliyyə böhranı zamanı bir sosial elmlər mütəxəssisi olaraq bir kapitalist ölkəsində iş tapmağın nə qədər çətin olduğu üzə çıxdı. Və ona görə tam bir pratik adladım, ixtisasımı dəyişdim. Ondan sonra MBA oxudum və həm də Kanadada mühasibatlıq lisenziyası aldım, CPA dediyimiz. Və bundan sonra artıq təhsil, səhiyyə, startuplar sahəsində çalışma imkanım oldu. Sonra 20 ildən sonra belə bir qərar verdim ki, Azərbaycana qayıdım. Burada bunu çox səmimi söyləyəcəm və bilirəm ki, çoxunuz bunu zarafat olaraq başa düşəsiniz. Burada Toğrul bəyin Tırkasına getdim. Zarafat yoxdur. Və Toğrul bəy inandırdı ki, məni Azərbaycana gəlməyin üstünlükləri var, burada faydamız dəyə bilər və s. Və indi uzun bir belə girişdən sonra sizə biraz bu barədə danışmaq istəyirəm. Yəni, yaşadığım karyera dəyişimi və fərqli xarici ölkələrdə nəyi götür-qoy eləmək olar. Bu arada həm də bundan əlavə onu da qısaca qeyd edeyim ki, Kanadadan sonra 6 ölkədə uzun vadə yaşamışam və 84 ölkədə gəzmişəm və fərqli ölkələrin təhsil sistemləri, müsbət tərəfləri, mənfi tərəfləri və s. Amma bugünkü mövzumuz bu deyil. Bugünkü mövzumuz nədir? Sizə karyera seçimi ilə əlaqədar danışacağım və burada nələrə diqqət eləməliyik. Və bu tam bir həyatın içindən gələn məsləhət olacaq, akademik məsləhət deyil. Cal Newport özünün Deep Work əsərində deyir ki, gələcəyin uğurlu insanları sadəcə 2 qrupdan çıxacaq. Bir, robotlarla işləməyi bacaranlar, yəni software engineer, süni zəka, süni intellekt və bu sahədə çalışan insanlar. 2, öz ixtisaslarında dünyada top 5 mütəxəssisdən biri olanlar. Və burada ixtisasın önəmi yoxdur. Amma dünyada top 5 mütəxəssisdən olursunuz. Bunu deyim ki, əgər siz aranızda 1-ci qrupa aidsinizsə, sizi təbrik edirəm. Çox doğru seçim eləmisiniz və sizə uğurlar arzulayıram. Amma əgər hətta yaşınız gəncdirsə və karyera dəyişikliyi etmə imkanınız varsa, deyərdim ki, mütləq 1-ciyə axın eləyin. Yox, əgər seçdiyiniz sahəni bilərək və sevərək seçmisinizsə, o zaman sizə necə top 5 mütəxəssis ola bilərsiniz, məhz bu haqda danışacağam. Ümumiyyətlə, top 5 dünyada 8 milyard insanın arasından top 5 səviyyəyə çıxmaq, bu çox inanılmaz bir nəticədir.
Yəni bu sizi bir dahi eləyir. Və siz çox güman ki, Nobel mükafatı almağa namizəd ola bilərsiniz. Yəni bu dərəcədə önəmli bir prosesdir. Yaxşı, bəs dahi necə olur? Gəlin ondan danışaq. Biz dahi dedikdə ağlımıza birinci Einstein, Newton və sair bu kimi insanlar gəlir və düşünür ki, onlar bir fitri istedada doğulublar. Gəlin birinci bu mifdən başlayaq. Bu qətiyyən belə deyil. Anders Ericsson 2006-cı ildə yazdığı kitabda qeyd edir ki, dünya səviyyəli bir bacarığın əsas amili istedad deyil, məqsədli təcrübədir. Bu məqsədli təcrübənin nə olduğuna geri qayıdacaq. Amma əsas fikir ondan ibarətdir ki, istənilən bir sahədə təxminən 10.000 saat ayıraraq o sahədə bir mütəxəssis ola bilərsiniz. Və bu 10.000 saat söhbəti sonradan Malcolm Gladwell'in Outlier kitabında əgər oxumusunuzsa, orada da kitab bunun ətrafında yazılmışdı. Digər bir araşdırmacı Charles Murray 400 dənə dahi insanı götürür. Newtondan Leonardo da Vinci'yə qədər. Onların həyatına baxır və görür ki, bu dahilərin hamısının ortaq bir nəticəsi var. Bunlar çox obsessiv şəkildə gündə ən az 10-12 saat çalışırlar və 10 illər böyüyür. Başqa sözlə, bu bir möcüzə deyil, bu davamlı təkmilləşmə prosesidir. Yaxşı, bəs onda necə dahi ola bilərik? Bunun üçün nə etməliyik? Sizə sadəcə 5 prinsipdən danışacağam. O qədər çətin deyil, cəmi 5 prinsip. Birinci prinsip. İxtisasınızın fundamentini çox yaxşı bilməlisiniz. Ümumiyyətlə, özünüzə sual verin. Mənim sahəmdə 3 ana prinsip nədir? Və mən bunu çox yaxşı bir mütəxəssis olaraq sahibəmmi, yoxsa yox? Və siz həmin bacarıqları nə qədər məqsədli şəkildə məşq edirsiniz? Məqsədli təcrübə nədir? Burada yəni hər gün bir məsələ mühasib görə bilərsiniz. Deyir ki, mənim 20 ildir təcrübəm var. Amma faktiki olaraq bu mühasib bir vurulsun 20 dəfə təcrübəsi var. 1 ildir eyni işi görür. Bu məqsədli təcrübə deyil. Məqsədli təcrübə mövcud bacarığınızın bir qədər üstündə çalışaraq, yəni o sərhədləri zorlayaraq dərhal rəy alırsınız gördüyünüz iş barəsində və bu prosesi sonsuza dək təkrarlayırsınız. Buna bir misal verək. Məsələn, siz IT sahəsində kod yazırsınızsa, yazdığınız kod işləyirsə və ya işləmirsə, bu sizə verilən bir feedbackdir. Və ya səhm bazarında alış-satış edirsinizsə, əgər pul qazanırsınızsa, bu müsbətdir, demək ki, burada öyrənirsiniz. Yox, əgər itirirsinizsə, bu da sizə bir feedbackdir. Amma ən gözəl feedbacki mən sizə məsləhət görərdim ki, bir özünüzə mentor tapasınız və bu mentor vasitəsilə bu prosesə davam edəsiniz. Əgər diqqət eləmişsə, dünya səviyyəli idmançılar, olimpiyadaçılar hamısı bir mentorla, bir coachla işləyir. Tutaq ki, bir tenisçi olmaq istəyirsiniz. Siz topu hansı dərəcədən düzgün vurmağı öyrənənə qədər çox uzun bir vaxtınız ala bilər. Amma mentor ilk vuruşdan sizə nəyi düzgün, nəyi yanlış edədiyinizi deyəcək. Bir növ qısa yolla, kəstirmə yolla getmiş olacaqsınız. İkinci prinsip, çətinliklərə sinə gərmək. Dahili yoluna çıxmaq asan deyil və asan olması da qətiyyən nəzərdə tutulmayıb. Mozart 600-dən çox musiqi bəstələmişdi. Amma ondan cəmi 10-15-i məşhurlaşıb. Einstein 248 məqalə yazıb və bundan sadəcə 3-4-ü dünya səviyyəlidir. Bu bilirsiniz nə deməkdir? Einstein 245 dəfə uğursuz olub. Amma Einstein nədir? Buna baxmayaraq davam edib. Siz ətrafınızda neçə nəfər tanıyırsınız ki, 245 dəfə uğursuz olub, amma yenə də yoluna davam edib. Dahiləri də fərqləndirən bu xüsusiyyətdir. Uğursuzluq dahi olmağınıza bir əngəl deyil. Bu əslində siz doğru yolda olduğunuzu göstərir. Bu yolda nə qədər büdrəməniz, yıxılmağınız önəmli deyil. Önəmli olan ayağa qalxıb davam etməkdir. Üçüncü prinsip. Maraq. İngiliscədə curiosity dediyimiz. Dünya bizə adətən rəqabət aparmağı, rəqabətçil olmağı öyrədir. Amma bunu unudun, bir kənara buraxın. Dahi insanlar yalnız öz maraqlandıqları sahə üzrə rəqabət aparırlar. Harvardda aparılan bir araşdırmaya görə öz maraq çərçivəsində hərəkət edən insanlar 30% daha çox məlumatı yadda saxlayırlar və yaradıcılıq tələb edən vəzifələrdə 50% daha çox uğur göstərirlər. Ona görə otaqda ən ağıllı insan yox, ən çox maraqlanan insan olmağa çalışın. Einstein də çox gözəl bir sözü var burada. Deyir ki, mənim xüsusi bir istedadım yoxdur. Mən sadəcə ehtirasla maraqlanıram. Buna başqa bir misal da versək, bir gün Leonardo da Vinci
bir ağacdələni izləyir və görür ki, ağacdələn çox sürətlə dimdiyini ağaca vurur. Qısa bir hesablama ilə bir nəticəyə gəlir ki, əgər öz bədən həcminə əsasən insan başını bu sürətlə ağaca bir dəfə vursa, beyni dağılır. Və necə olur ki, bu ağacdələnə heç nə olmur? Bir ağacdələn tapır, beynini yarır və görür ki, beyninin arxasında xüsusi yastığa bənzər bir orqan var ki, ağacdələn hər dəfə dimdiyini ağaca vurduqda o beyin o yastığa dəyir və geri qayıdır və heç bir şey olmur. Belə götürəndə bu Leonardo da Vinci üçün heç araşdırmasının çərçivəsinə belə girməyən bir mövzu idi. Yəni o gündəlik məşğul olduğu sahəyə aid deyil. Sadəcə adam maraqlanır və onun arxasınca gedir. Siz də biraz həyatda belə olun. Dördüncü prinsip, dahi rutini qurun. Dahi olmaq spontan deyil, planlıdır. Məsələn, Beethoven hər gün səhər saat 7-dən günorta 2-yə qədər bəstələyirdi. Darwin hər gün eyni saatda gəzməyə çıxıb öz ixtisası üzrə düşünürdü. Einstein hər gün gecə saatlarına qədər işləyir, sonra 10 saat yatırdı. Davamlı bir rutin beyin üçün proqnozlaşdıra bilmə bacarığı verir və onun flow dediyimiz axın vəziyyətinə keçməsini təmin edir. 2018-ci ildə Stanford Universitetində keçirilən bir araşdırmaya görə müəyyən dərin iş saatlarında riayət edən insanlar plansız olaraq hərəkət edənlərdən 3 dəfə daha çox orijinal ideyada qarşılaşırlar. Yəni bir sözlə dahilik daha çox işləməkdən deyil, dərin və müntəzəm işləməkdən keçir. Sizin üçün bir məsləhət versəm, hər gün bu vərdişi eləsəz, hər gün bunu addım atsız bir vərdiş növü yaranacaq əslində. Bu da nədən ibarətdir? Universitetdən və məktəbdən gəldikdən sonra ən az 3-4 saat oxumağa ayırın. Axşam saatlarında ən az yarım saat, 1 saat gəzməyə çıxın şəhərdə və ya parkda. Bu tək də ola bilərsiniz, dostlarınızla da ola bilərsiniz, fərq etməz. Və axşam mütləq 8 saat yatmağa riayət edin. Bunu bir neçə dəfə elədikdən sonra artıq bu bir vərdiş alınacaq və həyatınız tamamilə dəyişdiyini özünüz də qısa bir zamanda görəcəksiniz. Sonuncu prinsip, 5-ci, özünüzü daha ağıllı insanlarla əhatə edin. Heç bir dahi tək işləməyib. Newtonun məşhur bir söz var. Deyir ki, mən daha çox uzağı görə bildim, çünki mən özümdən əvvəlki dahilərin çiynində dayanırdım. Və belə götürsəz, Einsteinin özünün bir olimpiya qrupu var idi ki, orada digər alimlər də alış-veriş eləyirdi. Steve Jobs Wozniak'la başlayıb, Bill Gates, Paul Allen'la. Yəni heç bir bu dahi bildiyimiz insanlar heç vaxt tək işləməyiblər. Və əgər siz də bir dahi olmaq istəyirsə, öz çevrənizi tapın və bu çevrə sizi tərifləyənləri deyil, sizi sorğulayan, sizi debata çəkən, ağıllı suallar verməyi bacaran insanlardan olmalıdır. Bir gün Kanadaya yeni gəlmişdim. Oradakı angel investor dediyimiz mələk investorların ayda bir dəfə səhər 7 ilə 8 arasında görüşdüklərini, öz aralarında network etdiklərini və yeni startuplara yatırım etmə tədbiri keçirdiklərini eşitdim. Və növbəti tədbirə qatılmağa qərar verdim. Bu tədbirə gələnlər adətən orta yaşın üzərində zəngin iş adamlarıdır. Və mənim o vaxtsa 25 yaşım var idi və həmin ilk görüşə getdiyim gündə bank hesabımda bu günə qədər xatırlayıram, cəmi $4 pul var idi. İlk görüşə getdim, birinci görüşdə sakitcə kənarda durdum, qulaq asdım. İkinci görüşdə öz yaşıma daha yaxın olanlarla biraz ayaqüstü söhbət elədim. Üçüncü görüşdə oradakı pitch eləyən startuplara bəzi suallar verdim. Elə görüşün sonunda bir investor xanım mənə yaxınlaşıb bu startupları seçmək üçün bir qrup yaratdıqlarını və mənim də orada iştirak edib etməmək istədiyimi soruşdular. Mən də təbii ki, bəli dedim. Və bu mənim həyatımda tamamilə çox inanılmaz bir dəyər qatan bir təcrübə oldu. Burada həm startuplarla işləməyi öyrəndim, həm investorlarla işləməyi öyrəndim, həm də özüm indiki günümdə həm startuplarla işləməyi, həm bir investor olmağı, həm də bir iş adamı olmağına gətirib dolayısıyla çıxardı. Yəni bunu niyə deyirəm? Yəni networking, sabahdan digər əməkdaşlar da deyiblər, networkingin önəmi və biraz da cürətli olmalısınız. Toğrul bəy də bayaqdan sizi ona alışdırmağa çalışır. Və bu aşamada nə yaşınızdakı, nə bank hesabınızdakı rəqəmlər önəmli deyil. Əsas təcrübə qazanmaqdır. Və sizə 5 prinsipdən sonra dahiliyin düsturunu verəcəm. Bu düstur deməyimin məqsədi odur ki, həqiqətən altını çizmək istəyirəm ki, bu dahilik doğuşdan gələn bir şey deyil. Bu həqiqətən qazanılır. Hər biriniz həyatınıza tətbiq etməklə buna nail ola bilərsiniz. Bu düstur nədir? Dahi bərabərdir maraq, vurulsun məqsədli təcrübə üstə gəl səbr,
və vurulsun əməkdaşlıq. Açıqlasaq, bu davranışa əsaslanan bir formuladır. Maraq sizə istiqamət verir, məqsədli təcrübə sizə bazarlıq qazandırır, səbr hərəkətdə qalmanızı təmin edir, əməkdaşlıq fikirlərinizi gücləndirir. Bu formula hər bir sahədə işləyir. İncəsənətdən elmə, idmandan sahibkarlığa. Bəsdir Einsteinlə, Newtondan və s. danışdıq. Sizə günümüzün iki insanından misal verəcəm. Mustafa Namoğlu qonşu Türkiyədən, Erzat Dulad qonşu Qazaxıstandan. Hər ikisi 30'lu yaşlarında gənclərdir və onları illər əvvəl tanıdığımda öz sahələrinə inanılmaz bağlılıqla çalışan iki gənc idi. Və bu gün də eyni şövqlə davam edirlər yollarına. Və hal-hazırda Mustafa Namoğlu'nun qurduğu İKAS 1 milyard dollara yaxınlaşan bir şirkətin sahibidir. Erzat Dulad, Higgsfield AI-ın qurucusu, sentyabrda 1 milyard dollar dəyərləməni keçərək Qazaxıstanın ilk unicornu oldu. Və mən də bunlara ilk mərhələdə bir investor olaraq qatılmaqdan qürur duyuram. Və bunu niyə misal verirəm? Çünki bu gənclər bu arada onu da qeyd edeyim ki, Mustafa Namoğlu ötdü məzunudur, Erzat Dulad isə ümumiyyətlə universitet oxumayıb. Sadəcə özlərində işləyərək buna nail olub. Yəni, illa ki, xaricdə gedib oxumaq da bir şərt deyil. Necə oxumaq, siz bu hansı addımları atırsınız, hansı şövqlə gedirsiniz, məncə bu çox daha dəyərlidir. Nəticə, dahili nadir deyil. Nadir olan cəsarətdir. Davamlı iştirak etmək, dayanmadan maraqlanmaq, məqsəd yönlü məşq etmək, dərin düşünmək. Bir sözlə dahili marağın ölməməyə qərar verdiyi anda baş verir. Atacağınız addımlar. Bugün mən görüşü bitirdim və digər tədbir bitdi. Sabah gedib nə edəsiniz? Cəmi 5 addım atasınız. 1. Həqiqətən sevdiyiniz bir sahəni seçməlisiniz. Əgər hələ bilmirsinizsə, bayaq o sual verildi, çoxlu əllər gördüm havada. Əgər bilmirsinizsə, bu normaldır. Axtarmağa davam edin. Bir gün mütləq tapacaqsınız. 2. Onu məqsəd yönlü şəkildə məşq edin. 3. Çətinliklərə sinə gərin. Bu olmaz, səndə alınmaz, bacım oğlunun 2 diplomu var, sədərəkdə işləyir. Belə şeylərə qulaqlarınızı tıxamalısınız. 4. Özünüzü maraqlı insanlarla əhatələyin. 5. Heyranlıq vaxtınızı heç vaxt itirməyin. Bu şəkildə qoymuşam ki, arada bir kofedə içməyi unutmayın. Və sonda bəlkə bir gün, illər sonra ola bilər, bəzi insanlar sizin işinizə baxıb sizə dahi deyəcəklər. Və siz də o zaman gülümsəyəcəksiniz. Çünki siz bilirsiniz ki, artıq dahilər doğulmur. Onlar yaradılır. Təşəkkür edirəm.